Salam, hər vaxtınız xeyir. Bildiyiniz kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 9 mart tarixində 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı təşkil edilmişdi və indi sizə buraxılış imtahanında balları necə hesablamaq lazım olduğunu göstərəcəm. Google axtarış sistemində OTK az yazsaz, bu sayta daxil olursunuz və burada görürsünüz, balların hesablanması, kalkulyator var. Bunun üzərindən vurursunuz və burada qruplar üzrə hesablama var, amma biz burada 11-ci sinif buraxılış imtahanı və bunun üzərindən vurursunuz və ekranda da görürsünüz buraxılış fənləri üzrə, 3 fən üzrə sualların burada qeyd olunan hissəsi göstərilmişdir. İndi isə göstərim ki, ora hansı sualların sayı yazılmalıdır. Və birinci başlayırıq xarici dil. Yəni burada fərq yoxdur, bu ingilis dildir, fransızdır, almandır, hər birinin hesablama qaydası eynidir və burada fikir versəz, ingilis dilindən 4, 5, 6 və eyni zamanda 27, 28, 29 və 30 sayılı suallar ətraflı şəkildə cavablanılması tələb olunan suallardır. Amma yerdə qalan 30 sualdan 23-ü qapalı suallardır. Ona görə də bizim 23 qapalı suallar arasında, yəni qeyd etdiyim o 7 sualdan başqa yerdə qalan 23 sualda neçə düz olduğumuzu biz müvafiqxanaya qeyd edək. Və bilirsiniz ki, buraxılış imtahanında səhv suallar doğru suallara təsir göstərmir. Ona görə burada xarici dil. Burada xarici dilə biz birinci başlayaq yazaq. Xarici dildən bizim məsələn 20 düzgün cavabımız olsun. Bura 20 qeyd edirsiniz və avtomatik burada görürsünüz. 20 suala görə balı yazdı. Və indi biz yerdə qalan o 7 sual ki var idi. Onu bir daha göstərim sizə. Yəni, buradakı 4, 5, 6 və eyni zamanda 27, 28, 29, 30 bu sayılı suallarda neçə düzünüz varsa 7 sualdan onu bura qeyd edirik. Və məsələn, biz oradan 5 sual düzgün cavab vermişik və ümumi şəkildə bizim xarici dil üzrə 81.10 bal, yəni 81,1 yaxud 81,10 balımız olmuş olur. Və indi keçək Azərbaycan dilinə. Azərbaycan dilində də bilirsiniz ki, 30 test tapşırığı olur. Həmin 30 test tapşırığından 46, 47, 48, 49, 50 və eyni zamanda 56, 57, 58, 59, 60 sayılı suallar həlli, yəni cavablandırılması yazılı şəkildə tələb olunan suallardır və yerdə qalan 20 sual isə qapalı suallar sayılır və bizim bu 20 sualdan neçə düzgün cavab olduğumuzu müvafiqxanaya qeyd edək. Biz məsələn 20 sualdan 17 sual düzgün cavab vermişiksə biz bura 17 sual yazır və avtomatik orada 42,5 bal olduğunu görürsünüz və eyni zamanda bura nə yazma olduğunu göstərim. Və qeyd etdiyim kimi Azərbaycan dilindən 46, 47, 48, 49, 50 sayılı suallar və eyni zamanda 56, 57, 58, 59, 60. Baxın, buradakı 10 sualdan neçəsi düzdürsə, həmin sualların sayını indi qeyd etdiyim xanaya yazırıq. Məsələn, burada da 7 suala cavab vermiş. Yazırıq və görürsünüz, ana dilindən 77,5 bal. İkisi bir yerdə, yəni xarici dil və ana dili bir yerdə 158,6 bal etmiş olur. Və indi keçək riyaziyyata. Digər fənlərdən fərqli olaraq riyaziyyatda 25 test tapşırığı olur və həmin 25 test tapşırığından görürsünüz 13 dənəsi qapalı test tapşırığıdır. Görürsünüz 61-dən 73-ə qədər. Buradan neçə dənə düzgün cavab yazmışsınızsa onun sayını yazırıq. Və burada görürsünüz, burada ikinci sütunda qapalı tipli tapşırıqlar üzrə balların cəmi. Yəni bu hissədə qapalı. Bax, bu hissədə biz 13 sualdan neçəsi cavab vermişik onu qeyd edirik. Məsələn, 9 suala cavab vermişik və görürsünüz, burada da bizim balımız 28,1 bal olmuş olur. Və indi digər sualları göstərim. Və fikir verirsiniz, 74-dən 78-ə qədər, baxın 74-78, burada görürsünüz 5 dənə kodlaşdırılması tələb olunan suallar var. Burada neçə suala düzgün cavab vermişik onu qeyd edirik. Məsələn, 3 dənə suala düzgün cavab vermişik. Və həmin 3 sualı, baxın burada birinci, cavabların kodlaşdırılması tələb olan açıq tipli tapşırıqlar üzrə balların cəmi. Bu hissəyə yazırıq. Məsələn, 3 sual düzgün cavab vermişik və burada da görürsünüz, müvafiq olaraq bizim balımız hesablanır. Və yekun olaraq yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli test tapşırıqlar üzrə onu da sizə göstərim. Və görürsünüz 79-dan 85-ə qədər olan 7 sualdan neçəsini düzgün cavab vermişsinizsə onu müvafiqxanada qeyd edək. Məsələn, burada 4 sual yazaq. Bizim 4 suala cavab verdiyimiz qeyd olunsun və görürsünüz bizim ümumi balımız hər bir fən üzrə də qeyd olunur və yekunda 221,1 bal olduğu qeyd olunur. Yəni siz də bu şəkildə ballarınızı dəqiq və düzgün hesablaya bilərsiniz.